Yuxuda it görmək ən çox sədaqət, dostluq və qorunma rəmzi kimi yozulur. İt insanın ən sadiq dostu sayıldığı üçün bu yuxu adətən həyatınızdakı güvən, himayə və bağlılıqla əlaqələndirilir. Əgər yuxuda mehriban və sakit bir it görürsünüzsə, sadiq dostunuz var və ya olacaq, ətrafınızda sizə ürəkdən bağlı biri var. Münasibətlərinizdə güvən artacaq. Bu yuxu bəzən də yeni və etibarlı dostluğun başlanğıcını göstərir. Əgər it sizi qoruyursa və ya yanınızda dayanırsa, həyatınızda sizi qoruyan bir insan var. Çətinliklərdən müdafiə olunacaqsınız. Daxili gücünüz və instinktləriniz güclüdür. Əgər it hücum edirsə və ya hürürsə, ətrafınızda paxıl və ya düşmən mövqedə biri ola bilər. Xəyanət qorxusu və ya güvənsizlik hissi yaşayırsınız. Diqqətli olmağınız lazım olan bir vəziyyət var. Sadə və səmimi dostluq, kiçik amma sevindirici xəbər, yeni başlanğıc. Ümumi mənası, yuxuda it görmək çox vaxt müsbət rəmzdir və əsasən sədaqət, dostluq, qorunma, etibar mənalarını daşıyır.